Son günlərdə sosial şəbəkələrdə Azərbaycanlı məşhur blogerin keçirdiyi rokoko tərzində bekarlar vida partisi gündəm olub. Bir çoxları bunun nə rokoko tərzində olduğunu, nə də mədəniyyətlə bir əlaqəsi olduğunu düşünürlər. Hətta bəziləri bunun tarixdə başqa anlamlara gəldiyini də deyirlər. Məncə əsas məsələ başqadır. Bu tip mövzuların ölkədə böyük gündəm olması bizi bir daha göstərir ki, biz bəzən bizim üçün vacib və bizə birbaşa təsir edən mövzulardan yayına bilirik. Halbuki ölkədə kifayət qədər həllinə gözləyən problemlər və müzakirəsi lazım olan məsələlər varkən, bizim saatlarla bir bekarlar vida partisini danışmamız mənə görə boşa gedən enerji və vaxt itkisidir. Bu isə tamamilə mənim öz şəxsi fikrimdir. Nişan, xına, bekarlar vida partisi kimi mərasimlər bizim mədəniyyətimizin bir parçası olsa da, əslində çox vaxt boşa gedən vaxt, enerji və pul xərcidir. Bu qədər pul və enerjini daha faydalı istiqamətlərə yönləndirə bilər, həm özlərinə, həm də cəmiyyətə fayda qata bilərlər. Demək istəyirəm ki, əlbəttə ki, hər kəsin seçimlərinə hörmət var. Amma gündəmimizi belə süni mövzularla deyil, daha gerçək mövzularla doldursaq, cəmiyyət olaraq daha sağlam irəliləyə bilərik.